Yəni bilirsiniz, bu televiziya məkanı bu zibili ortaya tökdü, istəm ifadəmə görə. Sonra da dünya inkişaf elədi, sosial media məkanı və s. İndi bu artıq yayılıb qarşısını ala bilmirsən. Bilirsiniz, bu mental dəyərlər də belə məhv olur. Mənim yadımda da bu bilirsiniz, siz ola bilsin onda yadımızdadır. Bu hamısı bilirsiniz nədən başlayır? Bu Alman qəzeti birinci quruldu. Mən daha köhnə nəslin yadındadır. Başladılar mentaliteti ələ salmağa, mental tualet deməyə. Sonra bizim bu televiziya kanalına qəfəs verilişi var. Sonra düzdür onu ləğv elədilər. Sonra ailələr və yavaş arada Azərbaycan kişisi durdu. Bir Azərbaycan kişisi, bu mənim oğlumdur, oğlum deyil. Mən yoldaşımdan şübhələnəm, bu artıq televiziya məkanına çıxır. 20 il bundan Azərbaycan kişisi onu özünə yaraşdırardı. Yəni, yox. Bəli, bu artıq mentalitet, bu televiziyaların təsirindən mentalitet məhv edildi. İndi də ümumiyyətlə sosial mediaya düşüb. TikToku sən nəzarət edə bilərsən, TikTok Çinindir. Gən nəzarət elə. Facebooku, Metanı sən nəzarət edə bilərsən, gən nəzarət elə. Bu ASTV deyir ki, nəzarət edəsən. Yəni, bu artıq qloballaşıb, bu məsələ artıq yığıb-yığışdıra bilmir. Bizim də hökumət ayılıb ki, biz neyiniyə? Bunun vaxtında eləmək lazım. Məsələn, bayağı verilişlərin yerinə sən səviyyəli siyasi tok-şoular qoysaydın, alternativ fikrə səliqəli, təhqirsiz, söyüşsüz, Bakıda oturub səni tənqid eləyən alternativ fikrə sən yer versəydin, belə bir rəqabət edəsəydin, sən parlamentə rəqabət səviyyəli bir parlament ən azı minimum səviyyəsində eləsəydin və s. və Allah bu olsaydı sizi inandırım, indi bu problemlərlə yaşamaq. Alternativ fikri yoxdur. Cəmaat oturub maskaya baxır. Maskada da Murad Arif öz ağlı ilə indi xalq qazanmaq üçün 2 dənə xoş söz deyir, hamı da ona əl çalır. Amma indi maskanın yerinə olmaz edim, səviyyəli bilsin. Düzdür, deyirsiniz ki, bizdə bu arada siyasi toxşular, həm siyasi meydandır, hələ bir ad qoyuram Real TV-də, İTV-də. Amma orada da görürsünüz, hamı yığışır, eyni söz deyir. Məsələn, alternativ fikirdən yığışda hamısı Haması söylür. Məsələn, amma bir nəfər də çıxır bu, düşün ki, yox, Hamas yaxşı olar. Məsələn, bax, tutan bu səhvdir, amma alternativ fikirdir də. Elə hamısı İsrailə əl çalıb Haması söyməklə bu siyasi toxşunu da maraqsız edir. Əksinə, 3 nəfər İsrailə övəndə bir nəfər çağır İranı müdafiə eləsin. Məsələn, və digər məsələdə 5 nəfər Slava, Ukrayna, Giroyam, Slava deyələ, bir nəfər Rusiyanın. Bax, bu rəqabət bundan, hətta bu Rusiyanın, Salavyovun bəyənmədiyim Salavyovun belə siyasi toxşunda alternativ fikrə yer verirlər. Məsəl üçün. Amma bizdə heç o da yoxdur. Bizdə hər şey belə qısıtlanıb, o qısıtlananda da görürəm, biri gəlir, babuşa maşın hədiyyə eləyir. Sonra da deyir ki, biz niyə bu vəziyyətə düşdük? Bu vəziyyətə biz özümüzə salırıq.